Salam aleykum, hamınızı xoş gördük değerli YouTube kanalımızın Sultan Ops ailəsi. Bu günləri Binə qəsəbəsində sizlərə 90.000 Azərbaycan manatına 2 mərtəbəli tam təmirli həyət evimizin çəkilişini aparırıq. Evimiz indi əşyalıdır, əşyasızdır bilmirəm. Qoy bir dənə onu dəqiqləşdirim, ondan sonra sizə ətraflı məlumatı tam verim. Əşyalı veriləcək, əşyasız. Əşyasız. Əşyalar götürülür, kukla mebeli qalır, sonra kombi qalır. Hadi bəzi şeylər qalır değerli dostlarım. Əsas odur ki, mətbəx mebeli evin içində yığılıbdır. Sizə nə qalır? Gətir bir dənə 5 git yaşa. Vəssalam. Tarih etdi. Bax burada kombisi var, tümrüskası var değerli dostlar. Hazırlayıb da burada əldamı kimi yerlər hazırlayıb. Bax, başqasında yoxdur, bunda var. Balon, banka yığmaq üçün şəraiti var, osu var, busu var, yəni hamısı var. Dostlar, səliqəli də yerdir. Bu niyə belə açılır? Hə, orada qapısı var, ona görə. Nəysə, bunu gələn özləri açacaqlar. Doğru dostlar, değerli izleyiciler, evimizin keçəcəm içine ev yerdən kürsülüdür, görürsünüz, qoşadaşdır, səliqəlidir və həyətinə də rahat maşın girir. Yəni onu demək istəyirəm. Bir dənə belə, Atəm, bir dənə belə, sür. Kırıqom elə, kırıqom beqom, ya beqom. Sür, gəl bura. Miçəkcanı var, əsas məsələ. Deməli, evə girdiyin, kulturlu bir dənə koridor. Koridor, ikinci mərtəbəyə qalxan pilləkən və otaqlarımız dostlar. Bax, qapılarını örtün bir dənə. Diviş eləyim. Babana deyirlər diviş. Deməli, hələ. Deməli, evimizin burada da bax, əldamı kimi yeri mövcuddur. Bax, qəşək, səliqəli xanımlar. Nəyiz var, nəyiz yox, atın geçsin. Bez problem. Wi-Fi, internet hamısı var. Bu nədir? Zal. Gəlin bura. Evimizin zalı. İnandırın, birinci dikeyi sizlə bir yerdə girirəm bura. Bax, Allah'a. Bir dənə kırıqom beqom elə. Söz, əla. Bax, saatına qədər dostlar, baxın elə. Kukla kimi bir evdə. Almalı. Gəl, Allah qoysa, sənin də olsun. Deməli, evimizin yataq otağı. Gəlin bura. Birinci mərtəbədə nənələr, babalar sizlərə aiddir bu. Qalxanmırsan ikinci mərtəbəyə, iş qalxmadı, lazım deyil. Elə birinci mərtəbədə yat. Buradan da dur kukunya get, oradan... Çık buraya neçə kilo olsa? Dayan görüm hələ. Oy dede, 220 kilo çəkdi mənə, o şey. 100 kilo, dübbələm düz 100 kilo. Hə? Nəsə, qorxdum dedim 220 kiloyum, yəqin 100%. Gəlin bura. Deməli dostlar, evimizin bura nə idi? Kukunası. Hey, kukuna da ye iç yat, nələr babalar. Bak orada girdin yattın, durdun geldin burada yedin, içtin gittin bir de yıkıldın yattın. Da o yana bu yana gitti yoktu. Gelin bura. Tuvalet de tembolü burada. Girdin, çimdin, yündün, rahatladın. Ohay. Nenen kurban, girdin yere. Bak belensene. Lezzetlidir. Deməli, Wi-Fi, internet, güzgü, baktın, saçı maçı daradın, indi məndə yoxdur deyən. Pahalılıq da çəkmirəm. Budur. Gülü de var. Hamısı bak, her balojuna yerinde. Kalkakın hara? İkinci mərtəbə. İkinci mərtəbə. Maşallah tavan hündürdü, evdəki böyük evdir. Evə söz yoktu ha. Gəlin bura. Ben bunu heç belə bir sığmazım. Bunu pişiyə qoyurlar. Ben bunu pişiyə vermərəm. Elə otur burada da yiyebilir. Buradan durarım ha. Değerli dostlarım. Bu nələ yuvasına zadına cəbə hələ. Sən Allah cəbə. Pişiyin yuvasına zadına bak hələ. Qəşəng baxırlar. Ya bak, süper baxırlar. Həqiqətən hava olsun. Buradan balkona çıxış yeridir dostlar. Balkonumuz da var. Çıxın balkona. Bütün binədə nə qədər evlər var, barraya altında. Bak. Gəl bura. Hələ. Balkonumuz da var. Daha 90 binə nə istəyirsən? Cəmaət, bax, 3 otağı şəhərdə evi 380 minə verir. 90 minə məsəl 2 mərtəbəli ev verirəm. Hələ, gəlin bura. Deməli, pişiyin hələ idman şey də var ya burada. İdman məşqi yeri zadı da var. Qəşəng, bəs qapını elə bir səhv bağladı. Nə? Qapını. Hə, bıy. Deməli dostlar, bunları çıxardaq. Aha, gəlin bura. Aha, bu bir yer. Qonaq otağıymış ya. Bəli, mən də girərkən yataq otağı bildim. İkinci mərtəbə qonaq otağı. Necə lazımdır? Şikarla. Bizdə də olur bunlardan. Köhnələrdəndir. Dədə baba. Deməli, bura yataq otağı. Gəlin bura. Kukula kimi. Əla, özdə işıqlıdır. Orada da heç bir evzad yoxdur ha. Beylənməsinə səhradır. Gəlin bura. Aha.
Ayna ayna. Allah İnsan olmayanlara əslində nəsib bu otağa eləsin. girəndə dincəlir, hə? Allah haqqı. Bura. Mənim yerim buralardı, bura. Bax belə. Sonra bax. Deməli, bura kimi, kukula kimi yer yoxdur, andal Allaha. Burada uşaq otağı. Allah olmayanlara nəsib eləsin. Amin İnşallah. Allah. Amin. Kimə nəsibdir, budur. Bu zalda nə gözümə tutdu, ay Allah. Gəlin bura hələ. Gəmi. Və burada Əli Əleyhisselamın qılıncı taxtadan. Ya Əli, Zülfüqar deyir, Əli kimi qılınc atan, Zülfüqar kimi qılınc bu dünyada görmədim. Bu da Əli Əleyhisselamın şəkilli olan su, nə deyirlər onun adına, qabı deyək də. Dostlar, inşallah ki, bu evi kim alsa, bax eləcədən körpə şahsatı gəlsin bu evin içindən. Xeyirli uğurlu olsun. Qiymət 90 min əsnaf, qiymətdə real alıcıya indirim olunacaq. Buyurun ətraflı məlumat üçün səhifələrdə əlaqə nömrələrimizdən əlaqə saxlayın.